Salam müəllimlər və abituriyentlər. Bugün yeni bir sualla yenidən qarşınızdayım. Baxırıq. Müsibət Fəxrəddin faciəsi ilə bağlıdır sual. Cahangir bəyə aiddir, Şahmar bəyə aid deyil. 1. Rüstəm bəyin onun kimi çölçü babanı öz oxumuş qızına layiq görmədiyini dostlarına bildirməyə utanır. Bu fikir yanlışdır. Bəli, bu orijinalda olan bir cümlədir. Hətta MİQ-ə belə bu tipdə bir sual salmışdılar. Belə bir məqam keçir. Cahangir bəy Fərhada söyləyir ki, Rüstəm bəy mənə dedi ki, sən bir çölçü babasan. Mənim qızım isə bir artıq oxumuş qızdır, sənə yaramaz. Sən çölçü babasan, sənə bir kasıb fəndi qız gərək. Hər kimin qızını istəyirsəm, denən gedim bu saat alım. Deməli, Cahangir bəy Rüstəmə onun qızını sevdiyini etiraf eləmişdi. Rüstəm də ona öz etirazını bildirmişdi. Cahangir də bunu dostlarına deməkdən qətiyyən utanmır. Baxırıq 2-yə. Cahangirin həbsxanada canının çürüdüyünü deyən Əhməd idi. Tamamilə doğrudur. Altının əvvəlində deyir. Şahmar bəyə aid deyil. Şahmar Rüstəm bəydən xilas olmağın yolu kimi onun adamlarından birini tutub divana verməyi planlayır. Təbii ki, doğru fikirdir. 4-cü məclisin əvvəlində ilk cümlədə elə. 4. Şahmar bəy kənardan bağa bir it qoymuşdu ki, yad adam bağa girəndə ona xəbər versin. Aha, burada cümlələr doğrudur. Bir dənə yer yanlışdır. Bu da it söhbəti ilə bağlı olan detaldır. Çünki Şahmar bəy kənardan bağa bir it yox, bir adam qoymuşdu ki, o it kimsə çıxardıb bağa yad adam girəndə ona xəbərdarlıq edəcəkdi. Ona görə bizim testimizin cavabı 2 və 4 olaraq qalır D variantı.